Gəlin, bugün çox ciddi bir mövzudan danışaq. Söhbət bəşəriyyətin gələcəyini səssizcə təhdid edən bir böhrandan gedir. Və bu təhlükə gözlə görünmür, amma həyatımızın demək olar ki, hər anına sızır. Bu rəqəm ilk baxışdan heç nə demir, elə deyilmi? Mənfi 62,3%. Bəs bu əslində nə deməkdir? Yox, bu iqtisadi bir göstərici deyil. Bu bizim, yəni bəşəriyyətin gələcəyi ilə bağlı bir rəqəmdir. Cəmi 45 il ərzində 1973-cü ildən 2018-ci ilə qədər kişilərdə sperma sayının qlobal miqyasda azalmasıdır. 50 ildən daha qısa bir müddətdə 60%-dən çox kəskin bir eniş və ən pisi odur ki, bu azalma getdikcə sürətlənir. İndi gəlin bu məsələnin biraz dərinliyinə enək. Çünki bu sadəcə kişiləri əhatə edən bir problem deyil. Bu, bütün bəşəriyyəti təhdid edən səssiz bir qlobal böhrandır. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmləri demək olar ki, şok edicidir. Təsəvvür edin, bugün dünyada hər 6 yetkin insandan biri sonsuzluqla üz-üzədir. Bu, təkcə bir ailənin fərdi faciəsi deyil. Bu, bütöv bir nəsil üçün ciddi bir həyəcan siqnalıdır. Yaxşı, bəs bütün bunların səbəbi nədir? Bu qlobal böhranın arxasında kim və ya nə dayanır? Araşdırmalar bizi bir nömrəli şübhəliyə aparır. Gözlə görünməyən, lakin hər yerə yayılmış plastik istilasına. İndi bu iki qrafikə birlikdə baxaq. Mənzərə açığı çox narahat edicidir. Sol tərəfdə sperma sayının necə kəskin şəkildə aşağı düşdüyünü görürük, sağ tərəfdə isə eyni dövrdə plastik istehsalının necə partlayışla artdığını. Biri düşdükcə digəri raket sürəti ilə yuxarı qalxır. Sizcə bu sadəcə bir təsadüf ola bilər? Və əsas şübhəlimiz nanoplastiklərdir. Yəni, o qədər kiçik hissəciklərdir ki, tək bir hüceyrədən belə balacadırlar. Onlar artıq hər yerdədir. İçdiyimiz suda, yediyimiz yeməkdə, hətta utduğumuz havada. Bəs bu görünməz düşmənlər bədənimizə daxil olanda nə baş verir? Gəlin indi ən həssas nöqtəyə, birbaşa reproduktiv sistemlərimizin içinə baxaq. Bu gördüyünüz sadəcə bir mikroskop görüntüsü deyil. Bu, bir istilanın sübutudur. O oxla göstərilən kiçik nöqtə var ha, o bir plastik hissəciyidir və o bizim insan hüceyrəmizin içindədir. Və ən qorxulusu da budur. Bu hissəciklər bədənimizin ən güclü müdafiə xətlərini sanki heç nə yoxmuş kimi keçə bilirlər. Söhbət kişilərdəki hematotestikliar baryerdən və qadınlardakı hematofallikliar baryerdən gedir. Bu baryerlər bizim qala divarlarımız kimidir, amma nanoplastiklər üçün sanki bir qapıdır. İndi isə gəlin faktlara keçək. Və bu faktlar həqiqətən də həyəcan təbili çalır. Hazır olun, son tədqiqatlarda yoxlanılan insan sperma nümunələrinin 100%-də, bəli, səhv eşitmədiniz, 100%-də mikroplastik tapılıb. Bu hələ hamısı deyil. Qadınların yumurtalıq folikülyar mayəsində də eyni vəziyyətdir. Hər mililitr mayədə orta hesabla 2000-dən çox plastik hissəciyi. Yaxşı, anladıq. Bu hissəciklər bədənimizdədir. Bəs onlar bizə konkret olaraq necə zərər vururlar? Cavab hüceyrələrimizin elektrik stansiyalarında gizlənib, yəni mitoxondriyalarda. Təsəvvür edin ki, hər hüceyrənin işləməsi üçün enerji lazımdır. Spermanın hərəkəti üçün, yumurta hüceyrəsinin sağlamlığı üçün. Bax, bu nanoplastiklər birbaşa bu enerji stansiyalarına zərbə vurur, onların fəaliyyətini pozur. Nəticədə enerjisiz qalmış bir sistem, yəni zəifləmiş reproduktiv funksiya. Amma hekayə bununla da bitmir. Problem təkcə plastikin özündə deyil. Bu hissəciklər təhlükəli bir yük daşıyır. Buna elmdə Troya atı effekti deyilir. Bəs o Troya atının içindəki əskərlər kimlərdir? Onlar endokrin pozucu kimyavilər, qısaca EPK-lardır. Bu maddələr bizim hormon sistemimizi, yəni bədənin idarə etmə panelini alt-üst edir. Nəticələri isə çox ağır ola bilər. Xərçəngdən tutmuş, doğuş qüsurlarına qədər. Məsələn, ftalatlara baxaq. Gündəlik həyatda istifadə etdiyimiz o qədər çox plastik məhsulu elastik edən məhz bu kimyavi maddədir. Bilmədən hər gün toxunduğumuz bir çox şeyin içində var. Və beləliklə mexanizm tamamlanır. Nanoplastiklər sadəcə bir taksi rolunu oynayır. Ftalatlar BPA kimi zəhərli kimyaviləri bədənimizin ən həssas nöqtələrinə, yəni reproduktiv toxumalara daşıyırlar. Orada isə bu kimyavilər sərbəst buraxılır və bütün hormonal balansı pozur. Sanki düşməni birbaşa qalanın içinə gətirib çıxarırlar. Bütün bu parçaları birləşdirəndə ortaya çıxan mənzərə gələcəyimiz üçün çox ciddi bir xəbərdarlıqdır. Artıq təkcə fərziyyələrdən danışmırıq, faktlar göz qabağındadır. Bu sahənin ən tanınmış alimlərindən biri, Şanna Svonun proqnozu isə sözün əsl mənasında tükləri ürpərdir. O deyir ki, 2045-ci ilə qədər əksər cütlüklər uşaq sahibi olmaq üçün köməkçi reproduktiv texnologiyalara müraciət etməli ola bilər. Fikir verin, bu uzaq bir gələcək deyil, cəmi 20 il sonradır.
Biz hər tərəfi plastiklə əhatə olunmuş bir dünyada yaşayan ilk nəsilik. Bəs bu sual insanı düşündürür. Görəsən, biz təbii yolla nəsil artıra bilən sonuncu nəsil olacağıq? Cavabı gələcək göstərəcək, amma sualın özü belə kifayət qədər qorxuducudur.